ASTV Kinokulu Kadın 1 Double 1. Hoş gördük, əziz və sevimli tamaşaçılar. Bugün kinoklubumuzun baş qəhrəmanı, hamımızın yaxşı tanıdığı, sevimli aktyorumuz, xalq artisti, teatr, kino və televiziya aktyoru Yaşar Nuridir. Ona bir 5 dəqiqə qalmış mənim havamı çaldırarsan, oynaya-oynaya içəri girdim, biraz da duzlu çıxar. İndi mən neyniyim? Əvvəlcə özünü təqdim elə. Məni tanımırsan? Ha, Həsən ağayam da. Qara Həsən ağa. Hadi səndən soruşam var, aynı səsidir. 14'ü. Şakir Şəkəric, o məsələ vardı, balaca bir xahiş. O yadınızdan çıxmayıb ki. Ne? Bir atalar misalı var, bir asta çalgılarını ki, hava bulutdur, nem çeker. Baş beynimizi çok aparacaksın. Kimdesin böyle? Ben yerli yurdu meyxanası olan bir adama Özde elə aparır, elə bir babaxan sərdarın oğludur. Qonaqlar geçsin, hamımızın atasını öldürəcəyəm, hamımız! Yaşar Nuri burada əyləşən sənətkarlarla çoxu ilə tərəf müqabili olub. İstər kinoda, istər teatrda, istərsə də ana televiziyada. Ona görə də burada ürək sözlərini deməyə hər birinizə xahiş edirik və əlbəttə ki, məzəli hadisələri yada salsanız daha yaxşı olar. Sən mənə kömək edə bilərsən? Qonaqlar kimdir, nəçidir? Bir yanında oturmuşsan, yavaş-yavaş deyərsən, mən də deyərəm, vəssalam, işləməm də. Sol tərəfdə səndən mənim retromun aparıcılarından biri, rejissoru daha doğrusu Tahirə xanım Hüseynova əyləşib. Onun Yaşarla bağlı çox gözəl xatirələr var. Buyur Tahirə xanım. Həmdə xanım düzdür. Mənim bir verilişim var idi, kinoduet verilişi. Demək o verilişdə tərəf müqabili, filmlərdə çəkilmiş aktyorların tərəf müqabilləri ilə görüş təşkil edirdim. Demək onları çəkirdim. Növbəti verilişlərdən birində bəyin oğurlanmasına aid idi veriliş. Demək çəkirik Şıx çimərliyində. Yayın isti bir vaxtı, cırhacır.
cəmaət çimir dənizdə. Demək, Yaşar çıxartmalıyıq indi Yaşarı. Biz orada Yaşar bəyin uğurlamasında pəncərədən baxır. Mən isə onu tamam başqa cür çəkmək istirdim. Demək, çıxartmışam onu, indi vuşqa deyirlər o nəzarətçilərin yerinə. Demək, binokllə baxır. Vidadi də, bax burada görürsünüz bu lotkanı. Mindirmişəm onu həmən o balaca qayığa, demək o nəzarətçilərin qayığıdır, balıqçıların qayığıdır. Elə sahildədir. Yaşar da oturub yuxarıda nəzarətçilər binokllə baxır. Birdən Yaşar qayıdır ki, "Ala, mən onun dili ilə deyəcəyəm. Ala Vidadi, sən deyir lotkada tərsinə oturmusan." Vidadi baxır belə lotkaya, görür ki, doğrudan bu tərsinə oturub da. İndi özünü itirmir belə. Yaşar müəllim, mən tərsinə oturmamışam, sən deyir binoklu tərsinə tutmusan. Aşağıdan gələndə bir xəbər eləyər. Çörəyindən yeməmiş, suyundan içməmiş keçmiş. Salam verəsiniz, xoş gördük. Mənə belə gəlir ki, Məbud elə gözəl baxır bizə tərəf ki, indi sözü o deməlidir axı. Ona görə Məbud, buyur mənim qardaşım, buyur. Çox sağ olun. Heyf Yaşarla 5-6 filmdə bir yerdə çəkilmişik tamaşalarda, amma heyfslənirəm ki, biz tərəf müqabil, elə əməlli başlı tərəf müqabil olmamışıq. Bizim belə səhnələrimiz olmayıb da tamaşalarda. Mən də ən əsası danışardım yaşıl eynəkli adamla. Çünki Ramiz Həsənoğlu bu tamaşanın məşqlərdə biz görüşük. Bizim ilk görüşümüz elə orada oldu və o istəyirdi ki, bütün bu nəsillikcə biz hamımız pəltək olaq. Və biz məşqdə bunu məşq eləyəndə Ramiz müəllim gördü ki, bu biraz çox olur da, yəni biraz şit çıxır, hamı pəltək. İndi başa düşürəm ki, nəsillikcə belə qərara gəldi ki, iki nəfər pəltək olacaq, bir Yaşar, bir də mən. İndi biz məşqdə eləyirdik, eyni bir hərfləri biz pəltək danışırdıq. Sonradan belə bir qərara gəldik ki, Yaşar, mən deyim globik, o belə o sözləri hərfini. Sən isə başqa hərf, Yaşar da dedi ki, mən başqa hərf. Orada da biz necə deyərlər, genetik olaraq pəltək idik, amma bizim pəltəyimiz biraz fərqlənirdi və Yaşar həmişə deyirdi, o filmdə onun çox belə həyata gedən sözlər var idi. Sonradan deyirdi, saz mozna, həyat yoldası ni za 100. Eşidin. Yarım saatdan sonra məktubda göstərilmiş ünvana gəlin. Əjdaha başını unutmayın. Qapı açıq olacaq. Sazınızı bir də həyat yoldaşınızı da gətirin. Saz mozna. Həyat yoldası. Ni za 100. Bizim kütləvi bir səhnəmiz finalda olurdu. Siyavuş Aslan orada deməli Yaşar sazda çalır. Çətin vaxt idi o zaman. Masanın üstündə xurma var idi, bir-iki dənə şey. Bu Siyavuş da o xurmanı istəyirdi yeməyə. Yaşar da bu sazla onu qoymurdu. Orada fikir versəz, o belə gəlib əlindən çıxarırdı, belə geklar yaradırdı. Biz gülürdük, amma filmdə bu qaldı, bu epizodlar qaldı. Qohum gərək, qohumuna şad ola. Süfrəsində məzə olan, dad olan.
Bilirsiniz, o bizim teatrda bir sıra tamaşaların rejissoru olub, subaylarımızdan görəsiz tamaşasının rejissoru olub. O tamaşanı bugünə qədər o tamaşa gedirdi və mən onunla bir çox televiziya verilişlərində, televiziya tamaşalarında, kinolarında tərəf müqabil olmuşam. Allah rəhmət eləsin, qəni-qəni həm Eldar Quliyevi, həm Yaşar müəllimi çox gözəl bir çəkilişlər gedirdi, gözəl şəraitdə. Mənim yadımdadır, deməli, bir epizod qış zamanı çəkilirdi. Ancaq bu epizodu biz göy yaydayıq, yayda çəkilir güya. Bu Yaşar da deməli dəlixananın müdirini oynayır. Mən də onun həyat yoldaşını oynayıram. Evdə 2 uşağımız var və gecə səhnəsini çəkirik. Kinostudiyanın da pavilyonu elə buz xanı idi, elə buz, yadındadır Salman. Buz, belə diş-dişə dəyirdi. Və biz də yayı çəkirik də, yay vaxtını. Elə bir epizoddur ki, o gecə yata bilmir, vecinə deyil, uşaqlar, evdəki həyat yoldaşı da vecinə, o ancaq dəliləri düşünür, öz xəstələrini düşünür və yata bilmir, çönür oradan bura. Eldar müəllim, Allah rəhmət eləsin, qayıdır. Yaşar, девочки, холодно. Azərbaycanca, Rusça danışırdı həmişə. Yaşar, qız üşüyür, qız əsir. Saqrey девочку. Bəs qızı isid, viyazın dirdi dişidə. Əşi, bunu deyilən də mən də bilim işimi də. Bağla, soyudu axı. Qurmazı yatma. O hər bir məşqdə, çəkilişdə, epizodlarda o hər dəfə öz zarafatını qatırdı və o daha da doğrudan da insanın əhval-ruhiyyəsini çox qaldırırdı. Yaşarla siz də bilirsiniz, bir çox tamaşalarda mən rol oynamışam. Yəni mozalanları heç demirəm, kinostudiyada, filmlərdə də. Mən istərdim ki, həyatda olan bir maraqlı bir hadisəni danışım. Deməli, o dövrdə bu tez-tez görüşlərə çağırılır da. Biz məsələn, axırın o görüşlərdən biri Şəmkirdə idi. Deməli, Şəmkirdə getdi, yüksək səviyyədə görüşlərimiz keçdi. Belə, özdə belə vəziyyətimiz də çox yaxşıdır. Belə, axşam SV ilə qaydırıq, bir ət olsaydı aparardıq. Dedim, mənim dostlarım burada var. Tez dedim, bir dənə orada quzu kəsin, quzu kəsdilər. Quzunu kəsdilər, gətirdilər. Dedim, elə eləyin ki, quzu elə olsun ki, 20 kilodur, bunu yarıdan bölsünlər ki, yarısını o evə aparacaq. Ev içindir də, ağzıqadır. Yarısını da mən aparacağım. Dedi, necə? Sifariş verdi, dedim, sifariş verdim. Doğrudan da SV-nin qabağına gəldilər. Gələn ki, mən pulu verdim. Pulunu verdim. İndi bu, əlbəttə, bir-birimizə qonaqlıq vermişik. Amma bildim ki, evi üçün alırdı. Biraz da pulu verəcək mənə də. Mən elə başa düşdüm. Nə olar indi? Keçdi içəri, necədir? 10-10'dur da, dedim, 10-10'dur. Lap yaxşı, lap yaxşı. Gördüm, bir balaca bunun qanı qaraldı. Fikir aldı mənə ki, bunun qanı niyə qaraldı? Biraz da qayıtdı ki, indi SV-də oturmuşuq, çay zad gəlib. Nəsə bizim ailə axır vaxtlar qoyun əti yemir. Mən bilmirəm necə olacaq bunun, bu nə tər olacaq bizim vəziyyət. İndi mən dəli bu zarafat edir də, zarafat edir. Biraz da keçdi. Yataq da görə Allaha şükür indi səhərə çıxarır filan. Səhər durdu, gördüm, yox, səsəmir yoxdur. Dedim, Yaşar götürətdir. Yox, bizi sən ki, dedim, mən 2 dana 10 kilo. Dedi, Atongil sizə yaxındır da, yarısını Atongilə verərsən bunu, yarısını da öz evə apararsan. Bu məsələ bu cür qutardı. Pirili. Qurban dayı, pirili. 3 aydan sonra, deməli, Xırdalanda meskombinatın açılışıdır. Yenə də bizi qonaq çağırıblar. Yüksək səviyyədə nətər deyərlər, qəbul elədilər. Ondan sonra yenə də indi oranın müdürü də axırda gəldi. Dedi ki, Yaşar müəllim, İlham müəllim, bax, hər şey var, o öz yerində, o dəxli yoxdur. Deməli, yarım şaqqa sənin üçün qoyun əti, yarım şaqqa sənin üçün qoyun əti, mal əti, sonra filan. Dedim, bir dəqiqə üzr istəyirəm. O Yaşar üçün qoyduğunuz qoyun ətini götürün. Çünki onlar nəsilliklə qoyun əti yemirlər.
Kino çəkənlər gəlib ha kəndə. Kardeşim, senden bir xahişim var. Gel sayın aparım da. Fəlakət verim qurban dayı. Zalim uşaq, zalim. Günü gündən çoxalırlar. Oyun 2 idilər. İndi 4 olublar. Sən yaxı çest adama ilişirsən ki, axırda da bütün işlərimiz olur, kəlləmə ya. Ana indi çeşdin, mi çeşdi yoktur var, zirek var, azza var ha. Qorxmayın. Mən yaxşı divəm. Canım üçün düz deyirəm. Çənə, mənim xəbərim yoxdur ya. Burada gülməli nə var? İcazə versiniz, Aslan bayaqdan Məsmə xanımın yanında əyləşib, o deyəndə ki, tərəf müqabili olmuşu, Aslan da elə nəsə istəyir ki, Aslan buyur mənim qardaşım. Mən çox şadam ki, bugün doğrudan da bu böyük sənətkara həsr elədiyi verilişdə iştirak edirəm. Həm də mənim bəxtim o vaxt gətirib ki, mən orta məktəbdə oxuyurdum. Mənim Yaşar müəllimlə tanışdığım o vaxtda təsadüf eləyir. O vaxt aktyor kursları vardı kinostudiyada və orada Bəyin Oğurlanması filmi çəkilirdi. Bizi də ora, mən 5-də 6-da oxuyurdum. Biz orada kütləvi səhnələr aparırdılar. Və mən orada Yaşar müəllimi ilk dəfə gördüm. Efirdən gördüyün adam, pərəstiş elədiyin adam və o sənəti sevirsən və birdən-birə oyla üz-üzə dayanırsan. Və təsadüf elə gətirdi ki, mən İncəsənət Universitetinə bir neçə illərdən sonra daxil oldum və o vaxtda Yaşar müəllim orada dərs deyirdi. Bu bizim ikinci tanışlığımız oldu və universiteti bitirəndən sonra mən gəldim Akademik Milli Dram Teatrına. Hər zaman baxırdım ümumiyyətlə bütün aktyorlarımıza, bizim karifey aktyorlarımıza, Allah hamısına rəhmət eləsin. Mən baxırdım ki, bunlar necə məşq eləyirlər, bunların məşq prinsipi necə olur. Mən gəlirdim tamaşanın başlamağına bir 20 dəqiqə qalmış, baxırdım ki, Yaşar müəllim düşdü səhnəyə, gəldi, mənə elə gəlirdi ki, nəyisə belə şübhəli baxır, ora baxır, bura baxır, o stəkanı götürdü, telefonu götürdü. Mən bir dəfə soruşdum ki, Yaşar müəllim, hər dəfə siz düşürsünüz, belə baxırsınız, edirsiniz. İndi onun mənə verdiyi məsləhət deyirdi ki, Aslan mütləq tamaşadan 15 dəqiqə əvvəl düş səhnəyə və hansı rekvizitdən istifadə eləyəcəksən ona toxun. Stulda oturacaqsan otur. Onun energetika söhbəti var, alış-veriş söhbəti var və otur. Sənə o qədər oynamaq asan olacaq ki, mən improvizəni, bugün səhnədə improvizəni ondan öyrənmişəm. Onunla o paralel, o haqqa girməmək olur və Siyavuş Aslan bizim rollarımız bir yerdə, bizim buketimiz çox yaxşı alınıb, tərəf müqabili olmamız və mən çox şadam ki, bugün onu xatırlayırıq. Olmaz, mən onun anasını sevirəm. Kimin? Həsənin. Hələ orta məktəbdə oxuyanda əhd eləmişdik ki, evlənək. Bəs niyə evlənmədiniz? Atası qoydu ki, çox tərs adam idi. Bəs bu? Uşaqların anası idi. Rəhmətlik. Allah rəhmət eləsin. Sağ ol. Allah sizin dələnlərinizə rəhmət eləsin. Mən sizə təqdim eləmək istəyirəm ki, bizim teatrımızın yeni nəsildəki olan gənc aktrisamızı onunla mən deməli Elçin Efendiyevin yubileyinə həsr olunmuş Atelier Həyənət tamaşasında mənim tərəf müqabilim olub. Gövhər Şah. Yenə rəy istəyəcəksiniz? Yox, elə belə. Sizi görməyə gəlmişəm. Məni görməyə? Olmaz. Düzü sizi cinləndirməkdən xoşum Mən xahiş edirəm, mən cinli deyirəm. Siz bunu mən yazılı şəkildə sizə verim ki, mən cinli deyiləm. Əslində üzərimdə çox gözəl bir həyəcan var. Çox şadam ki, buradayam. Çox sağ olun Mabud müəllim dəvətinizə görə. Və gənc aktyorların adından burada çıxış elədiyimə görə xüsusilə məmnunam ki, bu cür sənətkarlarla, bu cür istedadlı insanlarla bir arada oturmaq bu böyük bir şərəfdir. Çox sağ olun. İlk öncə təşəkkürümü bildirirəm və Yaşar
müəllim haqqında nə deyə bilərəm? Biz onun filmləri ilə böyümüşük. Tək istedad baxımından deyil, həm də insan kimi bir yaxşı bir töhfə olub bizim üçün. Biz ondan şəxsiyyət olaraq pozitiv qalmağı, hər şeyə yumoristik yanaşmağı öyrənmişik ki, bu da bizim üçün çox böyük bir irsdir, məktəbdir. Bəli, bu qədər. Sözü verirəm Salman müəllimə. Allah evin yıxsın bu Rus oyuncularını. Məndən bir 40-50 manatlıq yeyinti almışdılar. O borcu almaq üçün gedib gəlməkdən tavanlarım qabar oldu. Üç balaca epizod danışacağım. Həmişəki kimi məkanı toz eləyən deyiləm. Qısa, ixtisarla. Deməli, 3 il biz bir televiziyada çalışmışıq. Demək olar ki, hər həftə görüşürdük. Bu, rəhmətlik bir gün dedik. O kimlər ki deyir, pul lazım deyil, əl kiridir, nə bilim, hamısı yalan şeylərdir. Pulsuz adam, qulupsuz bir çamadan kimi bir şeydir. Pulun qıtlıq vaxtlarıdır. Nəysə, efirdən çıxdıq, dedi, sabah nə edirsən? Dedim, heç nə. Dedi, sabah mən böyüklərlə aparıcı olacağam. Sən də orada uşaqları əyləndirərsən. Hansı personajların var? Nə bilim, başladım cırtdanla, piratdır, budur, odur, filankəs, klon. O vaxtda klonlar yaman dəbdə idilər. Dedi, elə onu istəmişdilər. Sabah gələrsən. Nəysə, sabah gəlmiş, indi ikimiz də işləyirik. Böyüklərlə işləyir. Sizə yaxın hadisələr. Hə, aram-aram o işləyir, sonra əlinlə işarə edir, mən işləyirəm. Sonra bu nəysə, məclisin elə bir anıdır ki, mən artıq çıxıb getməliyəm. Üzümdə də 1 kilo qrim var, əriyib tökülür. İşarə elədim ki, yəni mən getməliyəm. Bu çağırdı, ev yəsini gəldi ki, yəni bunu yola sal. Ev yəsi də maşallah çıxartdı o yaşıl 2 dənə kağız verdi. Mən də bir klon kimi ən axırda həmişə bir fənd işlədirdim yəni ki, belə əllərimi cibimdən, üstündən belə saxladım. Şunurlar gətirmişdi belə qulağımın üstündən, parikin altından görünmürdü. Birdən oradan belə ağlaydı. 2 dənə, yəni belə su fıskırırdı belə hamının üstünə. Cəmaat təşvişə düşürdü, uşaqlar, böyüklər, balacalar. Bunu əvvəlcədən elsən, ömründə uşaq qoymaz səni işləməyə. Yaşar Nuri bir kişinin üzünə baxdı, buna baxdı, belə elədi. Çıxartdı 2 dənə də kağız verdi. Döndü, mənə tərəf baxdı ki, bir də ağla. İndi bu əlimdə belə tutmuşam pulları. Aşağı şey eləmirəm ki, bir də salaram, nə biləm. Amma bu əlim boşdur. Elə bir dənəsini bu tərəfdən sağdan sıxdım, bu gözündən bir dənə. Elədi, abi özünü öldürdü, ver. 2 dənə də verdi. Başladı oxumağa. Geri döndü ki, durmuşam da. Nə durmuşsan ala? Bir fit çalaram, uşaqlar əlindən alar. Dava qaç! Mənə desənə, bir dənə kişi varsa o da sənsin. Təzə gəlmişəm, 98-ci ildir. Balaca bir epizoda çəkilirəm Eldar Kuliyevin filmində. Nə gözəldir bu dünya. Orada dəlilərdən birini mən oynayıram, gözü də belə kör. Zəhləsini tökmüşəm Eldar müəllimin, tez-tez gəlirəm bu tərəfini. Bəs düyməni belə bağlamışam necə? Bəs eynəyi belə bir... O da deyir, Uходь, потом скажу. Уходь. Selamünaleyküm. Salam. Doktor salam. Salam. Selamünaleyküm doktor. Eşk olsun. Bir də dedilər, Yaşar gəldi. Hamı töküldü belə. Qrimlənib çıxır. Orada da rels qoyublar. Kamera. Dəlxananın müdürü çox yaxşı filmdə orada çox qəşəng oynayıb o rolu. Bir də bu məni çağırdı, həmən Eldar dedi, səhərdən məni qoymursan oturmağa, gəl indi sən qarşılayacaqsan Yaşarı, doktoru. Mən də orada keçirəm, salam doktor bu tərəfindən, o relsin də qırağınla getmək lazım. Mən də cavanam, o qədər bilmirəm kameranızı adı. Özümü 1 saldım, 2 saldım, axır dedi, abalam fırran da, deyir, bizim dildə danış. Eldar müəllim deyir, Yaşar, bu təzə gələn dəlilərdir, xaricdən gəlibdir. Ala gəlsin də, buradakılar da bəs eləyir. Abala bizim dalda fırran gidən. Onda mən sevindim ki, belə bir böyük sənətkarla balaca bir epizodda çəkildi. Salam doktor. Salam.
Onun 3 mahnısı var. Hası ki möhürlüdür də. Hamımız bir yerdə oxuyuz. Başa düşdüm. Kimler geldi, kimler geçti bu dünyadan, bu dünyadan. Kimler geldi, kimler geçti bu dünyadan, bu dünyadan. Arif olan nakam gitmez bu dünyadan, bu dünyadan. Arif olan nakam gitmez bu dünyadan, bu dünyadan. Faytonçuyam atım kara, faytonçuyam atım kara. Özüm cavan, bəxtim qara. Minən deyir sür bulvara. Ay duy 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 duy. Ay duy 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 duy. Habedə mabedə bilmirəm, maskiviçə bilmirəm. Habedə mabedə bilmirəm, maskiviçə bilmirəm. Zim qapıya gəlməsən bala mən heç yana getmirəm. Zim qapıya gəlməsən bala mən heç yana getmir də getmir. Ağaçda leylək yuva bağlar gedər, ağaçda leylək yuva bağlar gedər. Qız sevən oğlan hava bağlar gedər, qız sevən oğlan hava bağlar gedər. Burada əyləşən hər bir sənətkarın Yaşar haqqında deməyə sözü çoxdur. Amma mən burada bir nəfər əyləşib, çox xətrini istədiyim, sizin hamınızın çox sevdiyi bir müğənnidir və özü deyəcək, amma mən istəyirəm deyim, icazə ver Faiq deyim, onun şagirdi olan Faiq Ağayev. Buyur Faiq. Çox sağ olun, Bəğdən çox böyük diqqətlə qulaq asıram. Xatirələr də gözəldir. Yaşar müəllimin danışdıqları, etdikləri yaddaşlara həkk olunan bax o gözəl xatirələri çox gözəldir. Yəqin ki siz onu tərəf müqabili kimi görmüsünüz. Mən onu gündəlik müəllim kimi görmüşəm. Yaşar müəllim məni sənətdə görməmiş olmağı öyrətdi. Sənəti dəlicəsinə sevməyi öyrətdi, kifayətlənməməyi öyrətdi. Elə institut zamanı artıq populyar idim, artıq Azərbaycan televiziyasında yeganə televiziya idi. Göstərirdilər məni. Günlərin bir günü, onun da dərsləri nədənsə ilk dərs olardı. Saat 8 tamamda bizdən qabaq mən bir 20 dəqiqə, yarım saat əvvəl gələrdi. Yanından keçəndə döndü mənə dedi, o həmişə mənə soyadımla müraciət eləyərdi. Dedi, Ağayev, televizor açıram sən, radionu açıram sən, soyuducuya qorxa-qorxa yaxınlaşıram ki, oranı da açaram, oradan da sənin səsin gələr. Dünyasını dəyişməzdən qabaq çox həvəsli idi. Kukla teatrında tamaşaya hazırlaşırdı. Yeganə canlı aktyor olacaqdı, Məşdibadın rolunu oynayacaqdı və ətrafında kuklalar olmalı idi. Dəniz kənarında oturmuşduq, eyni istirahət mərkəzində idi. Yaxınlaşdım, soruşdum, müəllim nə var, nə yox, artıq əməliyyat olunmuşdu. Xeyli zaman əməliyyat olunmuşdu. Elə ləzzətlə, elə gözləntilərlə danışırdı ki, mən anladım ki, böyük sənətkar yaşından fərqli olmayaraq sənəti sevirsə, Bəğlərin Ağda mən o acgözlüyü, görməmişliyi demədim. O, yəqin bəlkə də hiss elirdi ki, bəlkə onun sonuncu rolu olacaq. Amma o qədər həsrətlə o premyeranı gözləyirdi. Allah onun ruhunu şad eləsin. Hər bir Azərbaycanlı ailəsində ona qarşı böyük sevgi, böyük məhəbbət var. Çox sevirəm mən Yaşar müəllim.
görüşerik biz. Bahar geldi keçdi, sen gelmez oldun. Deyirdin baharda görüşerik biz. Bahar geldi keçdi, sen gelmez oldun. Taşlara mı değdi sındı ahdimiz, aylar iller geçti, sen gelmez oldun. Sen gelmez oldun, sen gelmez oldun, sen gelmez oldun. Yarım gözleyirem ben, gözleyirem ben, sen gelmez oldun. Değirdin kapına, kanaram kuşek. Kuşlar cehceh vurdu, sen gelmez oldun. Değirdin kapına, konaram kuşek. Kuşlar cehceh vurdu, sen gelmez oldun. Yaşamak eşkiyle bekle, geley. Kuşlar yuva kurdu, sen gelmez oldun. Sen gelmez oldun, sen gelmez oldun, sen gelmez oldun. Yarım gözleyirem ben, gözleyirem ben, sen gelmez oldun. Sen gelmez oldun, sen gelmez oldun, ne gelmez oldun. Salım gözleyirem ben, gözleyirem ben, sen gelmez oldun. Bravo, bravo. Efendim ben okuyaydım da. Kalsana! Kışkırma birisi ha. Konuşma ediyorum. Kışkırma ha. Elə Azərbaycan televiziyası da burada evləri köndələn yar, evləri göydələn yar, kişilər nə qədər tamaşalara Yaşar Nuri çəkilib, o çox tamaşalara çəkilib. İndi icazə versəydiniz Yasin müəllimə söz verərdi, Yasin Qarayevə. O da öz xatirələrini danışsın. Biz Yaşar Nuri ilə başqa teatrlarda çalışmağımıza baxmayaraq, tez-tez bizim ana televiziyamızda göstərilən tamaşalarda, tədbirlərdə, dövlət tədbirlərində tez-tez görüşərdik və münasibətimiz də məhrəm idi, yaxşı idi. Bayaqları Məhbud müəllim dedi, nigarançılıqda biz işləmişik. Sonra Akşin Babayevin Dəvətnamə 2 hissəli tamaşasında oynamışıq. Çox tamaşalarda olubdu. Amma indi xatırladım, sizlə yadınızdadır Dəvətnamədə. Biz 2 gün çəkilmişdik. Qızını oynayırdınız. Səidə xanım da anasını oynayırdı. Mən qonşunu oynayırdım. Və gözəl də bir tamaşaydı, komediya. 2 gün çəkiləndən sonra Ramiz Həsənoğlu məni çağırdı yanına ki, və Yasincan, mən sənə əziyyət verəcəm. Dedim, nə olub? Dedi, mən təzədən bir də çəkməliyəm. Mən düzü qorxdum, dedim ki, yəqin pis oynamışam. Dedi, yox, sənlik deyil, Yaşar problem yaranıb. Yaşar getməlidir. O vaxt xəstəliyi ilə bağlı Türkiyədə müalicə üçün getməli idi. Deməli, o 2 gün getdi. Təzədən rol dəyişdirildi. Fərhada verildi. İsrafilova verildi.
Təzədən biz həmin səhnələri çəkdik. Yaşar getdi, qayıtdı, gəldi. Balaca bir rol verdi Yaşara. Çox balaca. Demək olar ki, söz yox idi. O bənzərsiz bir-birinə, nə bilim, oxşamayan insanlar olur da. Allah vergiliydi bu. Doğrudan. Fitri istedadı idi. O balaca rolu necə bu böyük bir rol səviyyəsinə çatdırdı. Şakəri belə idi. Zəng elirdi, dəvətnamə verəcəm sənə, toya gələrsən. Gəlməzsən biabır olarıq ha. Bu biabır olarıq sözü belə zərb məsələ çevrildi tamaşaçılar arasında. Mən sizə şəxs xəbər vermək istəyirəm. Böyük fəxarətli sizin içində, mənim içində. Mənim məclisi siz açırsınız. Eşitirsən? Eşitməzsən biabır olarıq ha. Bütün ümidim sizədir. Siz olmasanız, heç nə. Toyu apar qaytar, qonaqlarla bir Növbə çatdı mənim tələbəmə, Gülyana xanıma, kinoklubun daimi üzvünə. Təşəkkür edirəm Həmidə xanım, mənim əziz, dəyərli müəlliməm. Bu günləri çox şadam, çox sevincliyəm, həm də çox kövrəyəm ki, yenidən kinoklubumuz öz tamaşaçıların ixtiyarındadır. İlk anlarım yadıma düşdü burada əyləşəndə. 27 il öncə 98-ci ildə Allah rəhmət eləsin Əhməd Aşır bəy, Etibar Babayev bizi kinokluba dəvət elədi Gülyaz xanımla. Biz illərlə uşaqlığımızdan hər zaman sevə-sevə ekranlardan izlədiyimiz o sizləri, bütün aktyorlarımızı, sənətkarların hər birini yaxından görmək, onlarla təmasda olmaq, bu proqramda, kinoklubda onları yaxından tanımaq, sevmək nəsib oldu. Və biz o qədər sevincliydik Gülyaz xanımla ki, biz hardayıq, biz kimlərin arasındayıq. Düz nə az, nə çox 27 il biz 98-ci ildən, elə bil ki, dünən idi bu günlər. Bu hamısı ömrümüzdən getdi. Bəli, qəlbimizdə, ürəyimizdə, tamaşaçı xalqın sevgisində həmişə daim Yaşar Nuri özü kinoklubdan böyük sənətkarların haqqında danışırdı. Amma illər hamımızın ömründən gedir deyə bir zaman bəlkə də bizim də haqqımızda bizlər haqqında tək ki sağlıqlı yaşayaq, amma həyat dünya gəldi gedərdi. Sağlıqla yaşayaq, Allah sağlıqlı ömür versin. Amma bəlkə də bizlərin haqqında bir gün bu kinoklubda əyləşib kimlərsə danışar. Amma bizim kinoklubda çox gözəl xatirələrimiz olubdur. İstər Yaşar müəllim, istər bütün aktyorlarımız, elə burada əyləşən aktyorlara da Allah sizlərə də can sağlığı versin. Hərdən kövrəlirik ki, Dədə Qorqud deyirik, biz hələ olacağıq, qalacağıq, artacağıq, quracağıq, yaradacağıq. İndi oxumaq istədiyim mahnıda da Cabir Novruz, Oktay Kazemi deyir, tələsin insanlar. Böyük sənətkarımız Rəşid Behbutovun repertuarından istəyirəm. Çünki Yaşar müəllim musiqi sevər idi, musiqi duyumu gözəl idi. İnanırdım ki, bu ifamı eşitsə çox sevinərdi. Gülyana xanım, bir dənə mən yadıma düşdü. Axı sən bizim kafedrada oxumusan, sənin müəllimin də aktyor, sənin də Faiq Zöhrabov idi. Mən sizə deyim ki, səmimiyyətlə elə gözəl obrazlar yaradırdı. Musiqili teatr aktyoru kafedrasında ki, həmişə də 5 alırdı da. Mən ona görə də sizə təşəkkür edirəm. Aktyor sənəti də, yəni ki, filmə də bu dəqiqə çəkilə bilər. Elə bu dəqiqə də çəkilə bilər. Çünki o istedad, o qabiliyyət var o sanırım.
əmredib şən yaşamaq. Tələsin insanlar əldən tutmaq. Tələsin əmredib şən yaşamaq. Tələsir zaman, düzəlməz işə də, düzəldi deyil. Hərdən qocaya da, gəncsən, cavansan. Hərdən küfrə də, gözəlsən, gözəlsən, gözəlsən deyil. Yaxşı səsi var yoldaşınızın. Oxuyandır. Çingizin mütləq onun haqqında danışmağı sözü var. Buyur Çingiz. Mən Yaşarla yol yoldaşı da olmuşam. Sənətdə çəkilişlərimiz də olub, yeni ildə də olub, evləri Göydələn yarda da olub. Hətta Əhməd Orucoğlu'nun gözəl bir əsəri vardı, Kişiləri Qoruyun, Şərif çəkmişdi. Orada da qəşəng bir rolumuz vardı o ilə. Amma bir şey, olan bir hadisəni danışacağım. Demək, bir gün bu mənə zəng elədi ki, Çina, deyirəm, Aycan, sən bilirsən də Soçin aktyorsan mənə. Dedim, mənə nə olar, çox sağ ol, sən ki deyirsən bunu, çox sağ ol. Dedi, eşitmişəm ki, mən onda Dövlət Gənclər Teatrına gəldim, bir 10 il orada işlədim. Hüseyin Ağa Atakişiyev, Allah qəni-qəni rəhmət eləsin. Yalançının şahidi yanında olar, Natiq yanımdadır. Biz Hamlet əsərini qoyurduq, yəni Hüseyin Ağa Atakişiyev qoyurdu. O dedi ki, Azərpaşa bizdə 2 ay süzdən sonra qoyacaq. Mən istəyirəm, gəlin bu tamaşayı baxım. Sən eləyəni mən eləməyim, mən eləyəni sən eləməyəsən. Bu olmuş hadisədir. Dedi, mən nə olar, gəl. Dedim, biz təxminən bir 10 gündən sonra oynayırıq. Bu mənə zəng elədi ki, oynayırsınız bugün. Dedim, hə. Nazirlikdən gəliblər tamaşaya baxmağa. Bu oturub 3-cü sırada. Biz prosmotr, təhvil veririk, amma tamaşaçılarla. Mənim yerim var orada, qəbir, məzar açılır, çıxırıq orada Natiqlə. Bu da oturub, qeyddim ki, Hamlet gəlir. Hamlet yanıb yanımda, baxıram buna, deyirəm ki, Hamlet qədeş. Yaşar belə de bir dənə, vay. Baş girdi belə aşağı, hır. Dedim, birdən acdığın olar ha. Hamlet qeyddi ki, yox. Çıxartdım yerdən kəlləni. Dedim, sən bilirsən bu kimin kəlləsidir, Hamlet. Bu da belə deyir. Yana deyir, yox. Dedim, mömə qurban olsun sənə. Bu Jorik'in kəlləsi, Yaşar belə deyir, vay, kül təpəmə, mən də deyəcəyəm. Qapı açıldı. Siz dəli olmuşsunuz? Bağışlayın. Elə bildim cümadı. Cümadı. Bizdə Samir Qulamov mesanat tamaşasını qoyur, Əli Əmirinin əsəridir. Orada mən Musan Ağayev oynayıram. Bir vaxtlar o oynayıb bu tamaşada. Allah qismət eləsin, elə onun ruhu şad olsun ki, orada Hacıdır Ələkbər müəllim də orada bizi ilə bərabər Axunda oynayır. Maraqlı bir əsər gözlənilir. İnsanları yeni ildə biz insanların hər bir kəsi dəvət edəcək ki, Yaşar Nuri'nin ruhu şad olsun. Çox danışmaq olar, amma inanın ki, burada bilirəm hər kəsin ürəyi doludur Yaşar haqqında. Hamını eşitməyə mənə də xoşdur. Öpürəm hamınızı fırlanıb bir daha da öpürəm. Çina bez Çina. Çox sağ ol, təşəkkür edirik. Məsmə xanım, mənə belə gəlir ki, sən bir çox əsərlərdə tərəf müqabili olmuşsan Yaşar Nuri ilə. Buyurun, danışın. Çox sağ ol İlham müəllim, təşəkkür edirəm. Bəli, doğrudan da mən Yaşar müəllimlə
bir neçə tamaşada tərəf müqabili olmuşam. Qismət elə gətirib ki, mən 30 il əvvəl birinci kursdan Akademik Milli Dram Teatrına Ah Paris Paris tamaşası ilə gəlmişəm və orada da Yaşar Nuriyevin qızını oynamaq mənə həvalə olunmuşdu. Təsəvvür edirsiniz, Akademik Milli Dram Teatrının səhnəsi və Yaşar Nuriyev kimi bir aktyorla eyni səhnəni bölüşmək nə qədər məsuliyyətli olmaq deməkdir. Yaşar müəllim təbii ki, səhnədə özünü balıq suda hiss elədiyi kimi hiss eləyirdi. Amma mən balaca, cılız bir qız, 17 yaşım var, gəlirəm və Yaşar müəllimin də kifayət qədər improvizasiyaları var və hər dəfə səhnədə, hər dəfə tamaşanı oynayanda, Aslan da yadındadır, eyni vaxtda oynamışıq o tamaşanı, yeniliyi gətirir, əlavə bir söz deyir. Əvvəllər o ilə heç cür ayaqlaşa bilmirdim. Nəsə bir söz deyəndə məni gülmək tuturdu. Üzümü çevirirdim arxaya, başlayırdım gülməyə. Yaşar müəllim gəlirdi, mənə çevirir, dedi ki, cıbıldız səhnənin ortasında. Üzvü çevir zala və nə qədər istəyirsən gül. Elə həmin o tamaşada, Paris Paris tamaşasında səhnə belədir ki, ailə, yəni mən, bacım, atam, anam qonaqlığa getmişik və qayıdıb evə gələndən sonra bacımı da Şəlalə Şəhvələt qızı oynayırdı. Yeməkləri müzakirə eləyəndə başlayırıq mübahisə eləməyə. Mübahisə elərik və ailə də rus dilli ailəsidir. Rus dilində başlayırıq bir-birimizi təhqir eləməyə və asta-asta təhqirlər dırnaqarası söyüşlərə keçir. Şəlalə ilə mıymıra, dura, nişyasnaya bir-birimizə bu sözləri deyirik və birdən-birə Yaşar müəllim saxlayır, qışqırır, deyir. Sakit, dayan, bəsdir. Axı neçə dəfə demişəm ki, ana dilində söyüşün, ana dilində. Axı bizim o qədər mənalı, gözəl söyüşlərimiz var. Söyüş. Şəlalə baxdı, dayandı. Həyasız. Mən dedim, ləçər. Deyir, oxay, bax bu başqa məsələ. Ürəyimə yağ kimi yayıldı. Təşəkkür eləyirəm, çox sağ olun, bu qədər. Mən onun əyri ayaqlarından raqatka düzəltməsəm, heç atamın oğlu deyirəm. Və məncə əsl vaxtıdır biz də Gülyazın ifasında gözəl bir musiqiyə, gözəl bir mahnıya əlbəttə danışacaqsan. Tərəf müqabili olublar axı. Hə, doğrudan. Opera teatrında tərəf müqabili olublar. Bəli. Mən təşəkkür eləyirəm Azərbaycan televiziyamıza, bütün heyətə. Bu verilişdə yenə də biz bütün sənətkarlarımızı yad eləyirik və bugün Yaşar Nuri günümüzdür. Yaşar Nuri hamımızın sevimlisi olub. Azərbaycanın böyük sənətkarı idi. Yaşar müəllimi kinolarda sevmişik, tamaşalarda sevmişik, monoloqları ilə sevmişik, faciəvi, komik obrazları ilə sevmişik. Hər tərəfli olub Yaşar müəllim. Arşın Malanı operası qoyulacaq və Yaşar müəllimə Vəli obrazı təklif olunmuşdu. Vəli və qalmışdılar Soltan bəylə Vəlinin arasında. Birdən mənə telli obraz verildi. Mən həyəcanlanmışam, özümü itirmişəm ki, Yaşar Nuri, o boyda nəhəng aktyorla mən necə oynayacam? Belə şey olar mı? Mən bacarmaram. Və qərar beri oldu ki, Yaşar müəllim Soltan bəy oynasın. Bu arada Ələkbər müəllimə də Vəli obrazı tapşırıldı. Lütfəli Abdullayevin obrazlarını mənə vermişdilər, mən onu oynayırdım. O özümdən asılı deyil, o canımda var idi. O dəqiqə zaldan mənə replikalar atırdılar ki, bu ki Bala Lütfəlidir, bu Bala Lütfəlidir. Ona görə də yəni Hafiz müəllim çağırdı. Mən Gəl Səhərin verilişi vardı. Yaşar müəllim onu idarə edirdi. Orada Azər Zeynalov da buradan salamlayıram. Dostumuz, qardaşımız. Yəni o da gəldi. Məlum oldu ki, Vəlini Yaşar müəllim oynayacaq. Əskəri də yəni ki Azər qardaşımız oynayacaq. Mən elə bir ki ürəyimdə daya dedim, vəssalam, yəni məni dəvət eləməyəcəklər. Amma elə alındı ki, Cavanşir çağırdı məni, baş dirijor. Mən də gəldim, yerimi keçdim. Sonra Hafiz dedi ki, bir dəqiqə dayan, gəlirəm. Getdi, Akasiya gedib, deməli, Akif müəllimə deyib ki, bəs buna da baxın da. O da baxıb, bəyənib, o da gəldi, düşdü, dedi ki, hə, gedə bilərsən, aydındır. Mən də çıxdım, getdim. Yaşar müəllim, yəni Soltan bəy obrazı ilə möhrünü vurdu. Onunla çiyin-çiyinə səhnədə obrazı yaratmaq nə boyda böyük məsuliyyətdir. Bəlkə də vallahi düzün desəm ömrümdən ömür gedirdi ki, mən necə onun qarşısında o çıxış eləyərəm. Vallahi. Dostlar,
Bir Sultan Bey də mənim yanımda əyləşib. Amma bugün indicə biz qulaq asacağıq Gülyaza və Ələkbər müəllimə, Telli ilə Vəlinin duetinə. Qoy xanımı bəy yapar, tezliyinə toy eləsin. Qoy xanımı bəy yapar, tezliyinə toy eləsin. Səni decə mən alaram, mən də bir bəy olaram. Səni decə mən alaram, mən də bir bəy olaram. Pulun var? Var, var. Pulun var? Var, var. Pulun var gələrəm. Bilirəm gələrsən. Belə yarımsan. Ah, belə ceyranımsan. Mən gedərəm oğlana, onun pulu çox olsun. Mən gedərəm oğlana, onun pulu çox olsun. Onun pulu çox olsun, dərdi qəmi az olsun. Onun pulu çox olsun, dərdi qəmi az olsun. Pulu var? Var, var. Pulu var? Var, var. Pulu var gələrəm. Bilirəm gələrsən. Belə yarımsan. Ah, belə ceyranımsan. Qoy xanımı bəy yapar, tezliyinə toy eləsin. Qoy xanımı bəy yapar, tezliyinə toy eləsin. Səni decə sən alarsan, mən də bir bəy olaram. Səni decə sən alarsan, mən də bir bəy olaram. Pulun var? Var, var. Pulun var? Var, var. Pulun var gələrəm. Bilirəm gələrsən. Belə yarımsan. Ah, belə ceyranımsan. Bravo, bravo. Əla. Baba bir saat baxıram, tamaşada məhəbbətdən söhbət getmir. Axır nə olacaq mı? Narahat olmayın, bir şey fikirləşərik. Çox istəyirəm sevimli rəfiqəmi, sizin hamınızın sevimlisini, Suğra xanımı təqdim eləyim. Çünki bilirəm, onun Yaşar haqqında çox gözəl xatirələri var. Buyur Suğra xanım. Çox sağ olun, mənə söz verdiniz. Bilirsiniz, Yaşarı mən bir uşaqlıq dostum kimi yadıma salıram. Çünki biz hələ məktəbli olanda kinostudiyanın dublyaj şöbəsinə bizi məktəbdən götürmüşdülər və biz orada filmlərin səsləndirilməsində iştirak edirdik, uşaq rollarını səsləndirirdik. Amma bilirsiniz, Yaşar uşaqlıqdan elə şuluq bir uşaq idi. Hamı onu bilirdi ki, çox şuluqdur. Amma o qədər istedadlı uşaq idi ki, o qədər dəqiq dublyajda iştirak edirdi ki, səsləndirmə o qədər gözəl idi ki, ondan imtina edə bilmirdilər. Mən də ki, çox sakit idim uşaqlıqda, o isə çox şuluq idi. Bizim bir yerdə sözlərimiz olanda məni az qala ağladırdı. Çünki həmişə nəsə deyirdi, nəsə söz atırdı. Mən də ki, öyrəşməmişəm axı elə bir hərəkətlərə. Amma sonra böyüdük, ASTV-də də verilişlərdə iştirak edirdik. İllər ötdü, sonra mən Azərbaycan Film Kinostudiyasında bir mühəndis kimi işləyəndə o artıq aktyor olmuşdu, yenə dublaja gəlirdi, filmlərdə çəkilirdi.
Amma heç vaxt mənim kabinetimdən yan keçmirdi. Ha vaxt gəlirdisə kinostudiya, həmişə qapımı döyürdü. Suruçka gəlmək olar dedim, əlbəttə olar. Və gəlirdi. Mən həmişə onu gülərüz, xoşqədəmli bir insan kimi yadıma salıram. Görürsüz, onun adı Allahdandır. Onu Yaşar adı veriblər. Hamımızın qəlbində, ruhunda yaşayacaq. Yəqin ki, Azərbaycan xalqı heç vaxt onu yaddan çıxarmayacaq. Çox sağ olun. Ha vaxtdan papiros çəkən olmuşsan. Dava başlayan mən. Sən davaya getmişdin deyə. Hə. Vağzalacan getdim. Getdim Vağzalacan. Orada Bayankom məni görüb dedi ki, Qubat, bura da cəbhədir, ora da cəbhədir. Bura arxa cəbhədir. Dedim, axı, indi bəs mən neyniyim? Dedim, Qubat, sən getsən, onda Bayankomun atına kim baxar? Gördüm ki, çox yalvar yaxar edir, sözündən çıxa bilmədim də. Əlbəttə ki, indi bayaqdan müəyyən zarafatlar da eləyirik, yəni yadımıza salırıq ki, Yaşarın zarafatları, amma Yaşarın ürəyi körpə şah ürəyi kimi idi. Bilirsiniz, o sənətkar idi, körpə idi, əsl mənada körpə idi, təmiz idi və o insan böyük sənətkar olur ki, o həmişə o körpəliyi saxlaya bilir və bayaqları da qeyd elədilər ki, o dram rolü də oynadı, faciə də oynadı, komediya da oynadı, amma Yaşar kimi bütün xalqın qəlbində qaldı. Doktor, ona necə kömək edeyim? Heç nə lazım deyil. Sadəcə olaraq onu sevin. Sevgi bütün xəstəliklərin dərmanıdır. Əlbəttə ki, burada bizim əzizimiz Naibə xanım əyləşib. Naibə xanım da bir çox tamaşalarda, əsasən mənə belə ki, televiziya tamaşalarında tərəf müqabili olmuşsunuz. Mən istərdim ki, Naibə xanım da Yaşar haqqında bir neçə kəlmə söz desin. Nə var ala? Sür də. Arvad zad görməmsən? Bilirsiniz, mən də indi necə oldum? Mənə söz verəndə bizim sənətkarımız o ilk günü yadıma düşdü və necə mən həyəcan keçirdirdim. İlk dəfə mənim, yəni, mən deyərdim ki, Yaşar müəllimin mənim sənət həyatımda çox böyük rol olub. Bir tərəf müqabili kimi. Və mən o həyəcanı bu saat keçdi və gözümün qarşısına gəldi. Mən ilk dəfə o, yəni məşqə gələndə, yarımışda tamaşasının məşqinə gələndə, mən o ətrafımda o sənətkarları görəndə, çünki mən onda hələ gənc idim, yəni tanınmırdım hələ. O sənətkarları görəndə, Yaşar müəllimi görəndə, Telman müəllimi görəndə, Arif müəllimi görəndə bir anlıq mənim bütün əl-ayağım tutuldu. Bax, indi o həyəcanı mən yaşayıram. Və mən içəri girdim, məşq başlandı və Şərif Qurbanəliyev dedi ki, başlayın da. Mənim yerimə çatanda birdən Yaşar müəllim belə elədi, onda belə bir adət vardı. Baxdı mənim üzümə, baxdı birdən belə. Elə belə eləyəndə, inanırsınız, elə bil mən lal oldum. İndi belə baxıram vərəqə, gözlərim qaraldı, ondan sonra özümü itirdim. Başladı məndən belə tər axma. Bu yenə mənə bax, belə. Nəysə, mən sözümü deyə bilmədim, məşq eləyə bilmədim. Çıxanda bu Şərif Qurbanəliyev deyib ki, bu laldır. Bu laldır ki, bunu sən harada tapmısan? Çıxar deyib bunu. Şərif Qurbanəliyev də deyib ki, yox, mənim tələbə yoldaşımdır. O yaxşı oynayacaq rolü. Sadəcə ola nəsə mandraja düşüb də. Tez, yürüşdür bana, yürüşdür. Müzik bəs... Axşam. Gəl ha, gəl. Gələcəm. Neysə, ikinci gün gəldim məşqə, yaxınlaşdım belə. Dedim, Yaşar müəllim, salam, necəsiz? Belə baxma. Dedim, mən sizdən bir xahiş eləyim də, nə olar Yaşar müəllim? Siz mən məşq eləndə o eləməyin də, nə olar? Baxdı mənim üzüm.
Sən çox yuxarıdan gedirsən ha artıq. Belə mənə. Dedim siz Allah bağışlayın məni. Mən də nəysə oynadıq, qurtardıq. Yəni artıq çəkildi yarımışdan. O musiq maçın Tomqa mucum deyəndən sonra o yeri bitəndən sonra Yaşar müəllim məni alqışladı və mənə dedi ki, axşam səni Şama dəvət eləyə bilərəm. Akşam müzik gələcək. Işıqları çık. Eləyib söndürəcək. Şam ışığında müzik maçı Tomqa muçi. Müzik maçı Tomqa muçi. Müzik maçı Tomqa muçi. Məhəbbətdən söhbət eləyəcək. Gecə saat 1-ə kimi sənin yolunu gözlədim, gəlmədin. Harda itib batmışdın, atan şık. Bir dəfə artıq yəni bu tamaşa gedib, bütün yəni də yayılıb, yəni populyarlaşıb. Bir də gördüm mənə zəng elədi. Yaşar müəllim mənə dedi ki, bəs Naibə hazırlaş. Bəs Moskvaya gedirik, biz Rusiyaya gedirik. Orada Azərbaycanlılar var, onlarla görüş keçirəcəyik. O yarımşat tamaşasında var bizim bu yerimiz. Bəs onu orada canlı istəyirlər oynamaq, yaxşı da pul verəcəklər. Dedim, hə, deyir, ondan sonra da bir çox, yəni başqa bir şəhərləri gəzəcəyik də. Dedim, ya, dedi, amma qış paltarı zadı götür, ha, oralar soyuq olur. Nəysə, qış paltarı, yay paltarı. Dedim, biz neçə aylığa gedirik. Dedi, əşə, mən sənə nə deyirəm, onu elə. Nəysə, dedim, nə vaxt, dedi, 2 gündən sonra, axşam saat 9-da maşın sənin dalınca gəlir. Hardasa 10-da, 11-in yarısı təyyarə qalxır da göyə. Mən indi bir sevinirəm, həm pul qazanacağım, həm Azərbaycanlılarla görüşəcəm. Nəysə, mən də 2 çamada yığdım qış paltarı, yay paltarı, hər şey yığmışam. Bəzi işlərimi də yəni, təxirə saldım ki, bəs mən gedirəm Yaşar müəllimlə Rusiyaya. Vaxt gəldi, çatdı, ürəyim də döyünür. Belə də hazırlaşmışam, yemək zat da pişirmişəm, qızartmışam, toyuqza. Yığmışam, hamısını oturmuşam. Saat 8-dir, bu yoxdur. 9-un yarısıdır, bu yoxdur. 9-dur, bu yoxdur. Deyirəm, ay Allah, bu 1 saat qabaq yəni, hə də, təyyarə limanına gedəsən. Ay balam, bu hardadır? İndi mən buna zəng eləyirəm. Bu telefonu götürmür. Zəng, yarım saat işləyirəm, zəng eləyirəm. Düz 1 saat artıq onun yarısıdır. 1 saatı telefon yazdım. Bir də gördüm, telefonu götürdüm. Alo. Deyirəm ki, ay Yaşar müəllim, biz geçirik axı. Deyirəm, təyyarə uçdu, getdi, registrasiyaya vaxt yoxdur. Kimsə? Deyirəm, Naibəyəm. Beləlik, Naibə kimdir? Deyirəm, Tomqa maçı. Deyirəm, hə. Deyirəm, axı biz Moskvaya gedəcəyik. Qayıt mənə denən ki, sən də hər sözə inanırsan. Sonra gördü ki, mən pis oldum, ağlamaq tutdu məni. Sonra arasına 2 gün keçmiş, mənə dedi ki, mən sənin məsuliyyətli olmağını yoxlayırdım, yoxsa məsuliyyətli adamsan. Allah ona rəhmət eləsin. O ıhının axırı belə olmalıydı. Siyahını çaşbaş saldığın üçün səni 5 manat cərimə edirəm. Canik, axı biz uşaqlıq dostuyuq. Uşaqlıq dostuyuq. Bir də belə eləsən, zattım. Xuda hafizsiniz, zattım işlən şey. Səni bir gecənin içində uğurlatdıracağım. Söz verilir. Yeni də kukla teatrından sürpriz var, Rəhim. Buyur, öz məharətini göstər. Çox sağ olun. Burada olmaq yenə də xoşdur. Bayaq Faiq bəy qeyd elədi. Mən də Yaşar müəllimi hər gün görənlərdən olmuşam, onun kursu olmuşam. Və çox sevindirici haldır ki, həqiqətən Faiq bəy düz vurğulayır ki, nədənsə onun sənət dərsləri həmişə səhər olurdu. Adətən sənət dərsləri günortadan sonraya salınırdı, amma Yaşar müəllimin sənət dərsləri həmişə səhər olurdu. Və onu hər gün görmək, onunla bir yerdə çalışmaq, diplom tamaşasını təhvil vermək, o qədər gözəl xatirələrimiz var idi. Və bir neçə müddət sonra mən universitetdə oxuya-oxuya artıq kukla teatrına işə düzəlmişdim. Və Yaşar müəllim həqiqətən də son illərdə kukla teatrında o olmasın, bu olsun tamaşasına gəldi və orada Məşəd İbbad
rolunda çıxış eləyirdi. Bəli, düz vurğuladılar ki, hamı kukla idi, amma yalnız o canlı çıxış eləyirdi. Amma bir-iki səhnəsi var idi ki, Məşribat kuklası görünməli idi. Onu biz idarə eləyirdik, qıraqdan o səsləndirirdi. Və bugün də fikirləşdik ki, bura nə sürpriz olsun, nə bir balaca bir səhnəcik olsun ki, onu göstərək sizin üçün. Teatrımızın aktyoru Ramiz bəylə fikirləşdik ki, həmin orada hamballa Məşribatın səhnəsi var və səs olaraq necə eləyək ki, Yaşar müəllimi səsi olsun və bir parodiyaçı oğlan var Ramin adında. Ondan xahiş elədik ki, onun səsini daha qəşəng səsləndirəcəkdi. Boğazının ətini kəsdirməmsən. Ət olub sənin boğazında. Kəsdirmişsən? Kəsdirmişəm. Hə, gördün. Dünən isti-isti gedib onu səs yazma studiyasında yazdıq və bugün böyük məmnuniyyətlə onu sizin üçün burada göstərərik. Teşekkür ederim. Gel gör bay hambal. Ayrı düştüğüm yanımdan. El çəkmişəm canımdan. O kadar başımı itirmişəm ki, adım çıxıb yadımdan. Cana məşədi, ca. İşlərimin hamısı üzülüb getdi. Ataqlardım, çölüm getdi. Cavan qıza bel bağladım. 5000 manat pulum getdi. Çanay məşədi. Ay məşədi, hardan geldi, hara getdi. Niye geldi, niye gitti? Ay Məşədi, senin 5000 manatın cəhənnəmə. Bəs mənim bir abbasım hara getdi? Hadi hambal ben dol buradan. Cəhənnəm ol o tərəfə. Bay at onlara. Aç. Bu ne hayda? Ben ne hayda ay cemaat? Ay Məşədi, səhərdən vermiş qəst eləmirsən. Bəs bir abbasımı niyə vermirsən? Ver sonra çıxıb cəhənnəm olub gedim də, ay Məşədi. Ay cemaat. Bəli. Ay həzərat. Bəli. Axı mən kimə nə pislik eləmişəm ki? Bəli də. Mən nə qələt eləmişəm ki? Bəli. Allah Taala mənim başıma boylasın. Bəli, ay Məşədi, bəli. Oy, ablar kimdir? Adı, biz hardayıq? Məşədi görmürsən hardayıq? Biz kino klubdayıq da. A Məşədi, sən Allah, mənim bir abbasımı ver. Mən çıxım gedim, mənim burada nə işim var? Burada gör kimlər var. Adı, bir dayan görək. Sən heç bilirsən ki, kino klub nə deməkdir? Hardan biləsən axı? Hambal oğlu hambal. Məşədi, bəsdir də. Əşi, bir dayan görək. Deməli kino klub yenidən qayıdı, bə? Bərpa olub deyirsən. Bəli, a Məşədi, bəli. Bə, gör burada kimlər var. Adı, bu tabutik mabut deyil. Elə də a Məşədi, tabutikdir, özüdür. Deyirəm də, can, Azərbaycanın incəsənətinin qaybaqları buradadır ki. Bəli, a Məşədi, gör kimlər var, gör kimlər var. Ondansa gözəl sözlər deyək, xeyir dua verək. Hele day hambal, gel bizi hazırlayıq ki, bu kino klub uzun ömürlü olsun. Amin, a Məşədi, amin. Deyirəm, yaşasın Azərbaycan incəsənəti və o incəsənəti belə gözəl dəyər verən və qiymətləndirən gözəl sənətkarlarımız. Yaşasın a Məşədi, var olasınız, 100 yaşayasın. Amin. Gel gedək a Məşədi, gel. Mənə belə gəlir ki, Sabir bəyin də bu günləri Yaşar Nur haqqında sözləri var, xatirələri var. Bayaqdan elə yerində belə fırlanır dayanmır. Buyur görək. Ne bakırsan ne? Yaşar bizim Azərbaycanımızın qeyri-adi aktyorlarından biridir.
Nəyə görə qeyri-adi deyirəm? O bütün janrlarda oynadığı obrazlar Azərbaycan xalqının qəlbindədir, ürəyindədir. Yaşar Nuri tamaşaçıların sevimlisi idi. Sözün əsl mənasında tamaşaçılar Azərbaycanın bütün bölgələrində onu sevirdilər. Və hara gedirdik, Yaşar da bu sevgiyə alışmışdı. Mesela Bakıda, bütün bölgelərdə hara gedirdik Yaşarı o qədər belə isti qarşılayırdılar ki, Yaşar da buna adekvat idi. Yəni hiss edirdi ki, doğrudan bunu sevirlər. İndi günlərin bir günü getmişik Türkiyə gastrola. Trabzondayıq. Çatdıq, otelin qabağında dayanmışıq. Yaşarla ikimiz indi olmasın. Minlərlə insanlar ora gedirlər, bura gedirlər, ora gedirlər, bura gedirlər. Birdən Yaşar mənə belə baxdı ki, bunlar necə adamdır? Deyirəm, nədir? Heç adama baxmırlar bunlar. Deyirəm ki, ay Yaşar müəllim, bura Türkiyədir, Azərbaycan, nə olsun? Ola bilməz ki, məni burada bir nəfər də olsa tanımasın. Bax, inanın, 5 dəqiqədən sonra bir nəfər, salam Yaşar Bey, salam, nasılsın, nə var, nə yox? Baxdım, gördün ha? Və özünü demişkən, həyat kino kimidir. Ən maraqlı yerində bitir. Allah ona rəhmət eləsin. Nəsib, yazma. Yazma, ay Nəsib. Müəllim desən dilin quruyar. Hə? Bəyən mən sonra kütbeyin müəllimlərindən savadsızam. İndi nə olar ki, diplomam yoxdur? Neçə illərdir bu xarabada can çürüdürəm. Bir xata da çıxıb əlimdən. Sən yazmaqla sinəmdəki hərf pozulmayacaq axı. Birdən sənin raportuna görə qovarlar məni məktəbdən, qalaram küçələrdə. Çevir məni balalarının başına. Nəsib müəllim, bir qələt də eləmişəm. Üzüm ayağının altında. Salxımı ilə. Keçən səfər Nəsibə xanım Zeynalova həsr olunanda veriliş, bir nəfər bizdən möhkəm incimişdi İlham. Natiq. Özü rol oynayırdı. Biz də fikirləşdik ki, o rol axıracan gedəcək. O dedi, yox. Bəs mənə niyə söz verilmədi? Natiq, bu meydan, bu sən. Nə qədər istəyirsən, danış. Əbdülqəni! Bəli. Onunla yol yoldaşı olmuşuq, səfərdə olmuşuq bir yerdə, çəkilişlərdə olmuşuq bir yerdə. Populyarlıq asan bir şeydir bugün. Amma sevilmək doğrudan da Sabirin sözünə qüvvət, sevilmək hər adama, aktyora nəsib olmur. Bir mənalı şəkildə sevilən aktyorudur Yaşar Nuri. Biz onun sayəsində saysız hesabsız insanlarla tanış olduq. Səhnədə, efirdə. Elə bilirdik ki, doğrudan bu Yaşar deyil, başqa bir adamdır. Təmiz dəqiqliyi ilə o xarakteri elə yaradırdı ki, inanırdı ki, doğrudan da bu başqa bir adamdır, heç Yaşar deyil. Bir dəfə Yarımışlatın çəkilişində gəldi çəkiliş meydançasına, səhər verilişinə məndən müsahibə alırdılar. Gəldi, baxdı belə, bu nədir, belə dedim, bəs müsahibə alırlar məndən. Ramiz, baş rol oynayıram, mən. Məndən müsahibə almırlar, bu balaca bizi olmamır, bundan alırlar. Və o final səhnəsi var idi. Yarmışlatın final səhnəsində pişik qucağımda oturmuşam, gəldir ki, işi təhvil ver böyük iki müəllimə. Bir pişiyidir, o da hər dəfə çəkiliş başlayan kimi atlanır, caynaqları ilə məni didir belə, tərpənirəm, bir də olmadı, bir də axırda dedi ki, Natiq, vəzifə sənlik deyil də. Mən bir şey deyim, gəlin hamımızın səmimi qəbul edək. Biz öz dəyərimizi bilək. Biz əl çatmaz bir zirvə kimi baxırıq hamımız. Deyirik ki, Hollywood, belə dahilər, belə gözəl aktyorlar. Mən bizim aktyorlarımızı elə bugün söhbət Yaşar Nurdan gedir. Yaşar Nur'u mən o Hollywood aktyorlarının hamısından yüksək tuturam. Niyə? Orada 80% benim təxmini rəqəm deyirəm. Texnik hadisa 20% aktyor oynadı. Amma burada
80% aktyor oynadı, 20% texnikadır. Yaşar tarix yazdı. Salam aleyküm. Ha, Muxtar, Korneliyanın son qərarı ilə sən işdən azad olunursan. İşləri təhvil verki müəllimə. Verki müəllimə. Bundan sonra mən səni neynirəm? Bu əziz gündə, Yaşar Nuri'nin xatirə günündə, yaxşı gündə Gülyaz xanım oxumalıdır. Başqa gün mümkün deyil. Ay canım tez gel gör, gel beni gör, gel Meryem Banu canım. Tellere bezek vur, gel beni gör, gel Meryem Banu canım. İlahi rəhmeyle, xoşbəxt elə, gel Meryem Banu canım. Könlümüz şad eyle, şad yarı gör, gel Meryem Banu canım. Ay Banu Banu canım. Ah Meryem Banu canım. Derdimin özeyi canım. Gel bir bu yana canım, gel bir bu yana canım. Günleri bir der bana bir gel Meryem Banu canım. Görmesin hainler gizlince gel Meryem Banu canım. Gel gidey dağlara gel Meryem Banu canım. İnsaf et dildare gel Meryem Banu canım. Ay Banu Banu canım. Ah Meryem Banu canım. Derdimin özeyi canım. Gel bir bu yana canım, gel bir bu yana canım. Çare kıl derdime bir rəhmə gel Meryem Banu canım. Gel kesin derdi sergen bu keder gel Meryem Banu canım. Hay verip dinle beni gel Meryem Banu canım. Mühtacam rəhminə gel Meryem Banu canım. Ay Banu Banu canım. Ah Meryem Banu canım. Derdimin özeyi canım. Gel bir bu yana canım, gel bir bu yana canım. Ah Meryem Banu canım, gel bir bu yana canım. Ay Banu Banu canım, derdimin özeyi canım. Ah Meryem Banu canım, gel bir bu yana canım. Hövsələnize göre sağ olun. Fürsətdən istifadə eləyib, çəkiliş üçün doğrudan da gözəl şərait yaratdığına görə Nar Şərab restoranının müdiriyyətinə və bütün kollektivinə dərin minnətdarlığımızı bildiririk. Onlara can sağlığı,
bolluca ruzu arzulayırıq. Və bizim kinoklub iştirakçılarına, sənətkarlarına isə mehribançılıq arzulayırıq. Sağ olun kinoklubda gələn görüşlərədək. ASTV Kinoklub Kadın 1 Double 1